Samir müəllim, rəqibin azlıqda qalması yenə planlarınızı pozdu. Rəqibin azlıqda qalmağı. Yəni rəqib azlıqda qalmamışdan başlamışdıq. Yəni görsənirdi nə eləmək istəyirik və bütün oyundan əvvəl fikirlərimizi meydançaya qoya bilirdik. Yəni bunu bəlkə siz sezə bilmirdiniz, amma əsas o idi ki, biz istədiyimizi bütün futbolçular yerinə yetirirdi. Həddindən artıq top ötürmələrində sürət var idi, dinamika var idi, açılmalarda və bu 10 nəfər qaldı, 11 nəfər qaldı. Yəni zaten rəqibin oyunu bəllidir. Çox adamla müdafiə olurlar. Demək olar ki, bütün komandanla müdafiə olurlar və burada da bizə çətinlik yaradırdı ki, bunu yarmağa. Amma buna baxmayaraq birinci hissədə real 2 dənə momentimiz oldu. Bu da yaxşı hal idi və ondan sonra ikinci hissədə daha da çox hücumda daha da çox aktivləşdik, daha da çox belə necə deyim, istəkli yox, zaten istəkli idi. Daha belə ürəkli mi deyim, getməyə başladıq və nəticəsində də zamen eləyəndən sonra zamenlərin də yəni təsiri oldu ki, qol vurduq. Amma planları pozdu deyəndə oyunun əvvəlində, yəni 10 nəfərə qarşı hazırlaşmırsan, əlbəttə ki, 10 nəfərə qarşı hazırlaşmırsan, amma rəqibin oyunu biləndə ki, 10 nəfərə də belə oynayırlar, 11 nəfərə də belə oynayırlar, yəni elə plan üzrə də gedirdi. Samir bəy, komanda Premier Liqada qeyri-sabit zolağı tərk edə bilmir. 2 oyun belə yaxşı, 2 oyun zəif. Demək olar ki, bütün diqqəti bundan sonra artıq kuboka yönəldəcəksiniz və yaxud yönəltmisiniz. Zaten kuboka elə bura mən gələndə elə prioritet kimi deyim, bir çıxış yolu kimi kuboku görürdük. Yəni hamısı anlayırdı, yəni düşünürəm ki, hamısı anlayırdı, hamısı başa düşürdü ki, yəni 5 xalla çempionata gəlmək, girmək, ya bunun ardını davamlı gətirmək və təzə məşqçi üçün və təzə komanda üçün, məni üçün, həm də futbolçular üçün təzə baş məşqçi biraz çətin olacaq. Amma çempionatdan əsla və əsla oyunlardan qopmamışıq. Kubokada köklənirik, çempionat oyunlarına da köklənirik. Yəni bütün oyunlara da qalibiyyət üçün çıxırıq və bu günləri həddindən artıq futbolçularına razı qaldım və belə də davam eləmək istəyirik. Salam, mən ötən oyunda Ağadaş Salyanskini biraz tənqid eləmişdiniz. Bəlkə də haqlı idi, biraz zəif çıxış elədi. Amma bu oyunda yenidən start heyətində idi. Bunu biraz Sambunu məsəl start heyətinə meydana buraxma olmazdımı? Yoxsa Ağadaş haqda ötən, yəni oyundan sonra dediyiniz biraz düşündünüz ki, biraz belə qəlbinə dəyər və yaxud da performansı düşər deyə yenidən start heyətində şans verdiniz ona? Belə düşünmədim. Kimin qəlbinə dəyəcək, dəyilməyəcək, yəni bu yöndə işləmirik. Futbolçunu tənqid eləyirik, futbolçunla danışırıq. Zaten özünüz bilirsiniz, mən yəni bu birinci dəfə deyil, iş prinsipimdir və mənim işimdə belə bir şeylər olur. Bundan və xoş hal odur ki, o intervyudan sonra həddindən artıq Ağadadaşın vəkilləri çoxaldı və üzə çıxdı. Çox xoşdur. Yəni tək belə olsun, Azərbaycan futbolçusunun tək belə qorusunlar, vəkillik eləsinlər. Bu da biz üçün xoşdur. Yəni keçən dəfə tənqid elədik deyə bu dəfə heyətə çıxmayacaq belə bir şeylər də deməmişdik. Yəni əsas odur ki, futbolçu tənqidlərdən, iradlardan bir nəticə çıxartsın və düşünürəm ki, Ağadadaş həddindən artıq hərəkətli idi və düşünürəm ki, Ağadadaş bundan da sonra daha yaxşı olmalıdır, daha yaxşı olmalıdır və Ağadadaş və digər futbolçular, ikinci heyətdən, dubldan gələn futbolçular, Murad kimi futbolçular başa düşməlidirlər ki, bu bir şansdır. Ən azından yerli məşqçinin burada olmağı onlar üçün şansdır və baxmayaraq ki, legionerlər var, baxmayaraq ki, yüksək maaş alan futbolçular var, onlar oturublar Skameykada, Ağadadaşa şans veririk, hansı ki, bu vaxta kimi cəmi 9 dəqiqə oyuna çıxmışdı məncə. Aşağı yuxarı və Ağadadaş və digər futbolçular da bu şansı cavandır deyə, Neftçinin akademiyasından gəldi deyə dəyərləndirilməli deyirlər. Yəni, bugün hücumçudursa, o heyətə buraxılırsa, bunu hücumçu kimi görsətməlidir və bunun üçün də hər şey eləməlidir. Həm məşqlərdə, həm oyunda. Və istəyimiz də nəinki Ağadadaşdan, bütün cavan futbolçulardan budur. Baxmayaraq ki, tənqid eləyirik, baxmayaraq ki, irad, bundan sonra da şans hamısı qazanacaq. İlkin Sultan'da
Samir bəy, Qarabağ başa düşdüyü həqiqətən də, yəni bir çox mütəxəssislər də bildirir ki, Qarabağ Azərbaycan futboluna, yəni Premyer Liqasında üst səviyyəli bir komandadır. Amma Samir Abbasovun başçılıq etdiyi Neftçi, hazırki Neftçi həqiqətən də Turan Tovuza 10 nəfər azlıqda qalan Turan Tovuzu məğlub edəcək potensialda deyil. Yəni siz necə bilmirəm. Siz baxırdınız da oyuna. Yəni bu günlər nətər? Epizodlara qaçırmaq belə, yəni o potensialda olmadığını göstərir. Yəni bilirsiniz necədir? Epizoda biri var girmə, epizodlara girmə. Bunların üzərində işləyirsən, yəni necə işləyirsən də? Deyirsən ki, filan kəs, ya dayaq yarım müdafiəçi, sən top burada olanda bu zonaya gir. Hücumçulardan, wingerlərdən, cinah müdafiəçilərdən tələb eləyə bilirsən. Amma elə momentlər sonda gəlir, çıxır ki, artıq orada sən qərar verməlisən. Çünki o, yəni o momentləri sən görə bilmərsən qabaqcadan, görə bilmərsən. Orada artıq sənin kreativliyin, illa ki də sən demişkən 10 nəfərə qalan komanda. Yenə də deyirəm 10 nəfər, 11 nəfər. Yəni bu komandanın oyun üslubu budur. Yəni 11 nəfərə də mən sənə deyim ki, bəlkə eyni bu situasiya yaşanacaqdı. Hə, bəlkə də 1-2 dənə moment bizim qapımızda artıq görəcəkdik kontratakana. Yəni burada artıq sənin kreativliyin, artıq sən verən dəxli yoxdur. Burada sən Neftçinin futbolçusundan, digər komandanın, sənin verdiyin qərarlardan çox şey asılıdır. Başa sala bilirəm də, yəni burada necə deyim, siz bu 10 nəfər qalmağı əlinizdə bayraq tutursunuzsa, yəni 10 nəfərlə də 94-cü dəqiqədə, 95-ci dəqiqədə rəqibin kozuru olan, yəni standartlar, cərimə, korner və bu çempionatda çox 10 qoldan, məsələn də 9-un bu cür vurub udmaqla, ondan sonra gələn qapımızda gördüyü qol və heç-heçə indi çıxıb gedirik. Yəni, amma oyuna baxanda, ümumi oyuna baxanda, udmaq üçün biz hər şey elədik. Hər şey elədik. Yəni, ondan artıq momentlər yaratmağımızı istəyirsinizsə, bu artıq bilirsiniz necədir. Bu, həmən olası bir şeylər deyil. Həmən olası bir şeylər deyil. Yəni, bu, biraz ətraflı həm mən danışmalıyam, həm izah eləməliyəm, həm də ki, siz də ətraflı baxa-baxa meydançada görməlisiniz. Mən mümkünsə 2 sualım vardı. Birincisi, bu Darbo ilə bağlı soruşmaq bunda zədə xronikidirmi və nəzərə alsaq ki, Samboda olmayacaq kubok maçına əsas o vaxta kimi hazır ola biləcəkmi bu mərkəz sürücüsü? Yəni Darbo xroniki deyil, mən bunu bilmirəm. Xeyli vaxtda oynamırdı. Yəni əvvəldən belə bir şeylər olubsa, onu artıq o biri klublarda mən bilmirəm. Amma bura gələndən sonra, illa ki, qış fasiləsindən sonra yəni zədəsi və mən eşitdiyimə görə bundan əvvəlki oyunları da bu vəziyyətdə oynamağı gətirib onun uzun müddətli reabilitasiya keçməyinə səbəb olur. Yəni bu günləri Darbo tam olaraq da hazır deyil, Sadəcə bu günləri, məsələn, deyirsiniz ki, niyə 30-durdunuz? Siyahidə 23 dənə futbolçu olmalıdır. Bir neçə gündə oturur, bir neçə maçda oturur səhv eləmirəmsə. Əvvəlki maçlarda da oturub ehtiyatda. Yəni həmin deyək ki, məsələn, yer boşalmışdı, Darbonu və digər oyuncuları da 30-durduq. Amma Darbo bu günləri tam gücü ilə çıxıb oynamaq, yəni həm yenə də o zədəsi hiss olunur, yenə də həmən optimal formadan uzaqdır və bu İnşallah ki, bu period ki olacaq, millinin periodu, bu pauzası, bəlkə deyirəm, ondan sonra düzəlsə, kömək eləyə bilər bizə. Bir də Mahmudov Zədə özündən buraxdı, səhv eləmirəmsə, onun durumu necədir? Mahmudov Zədə özündən buraxdı, bəli, Mahmudov da çox uzun olmasa da bu Səbaili də buraxacaq. Ondan sonra milli pauzası var, yəni müalicə prosesini keçəcək və ondan sonra inşallah inanıram ki, hazır olacaq. Mahmudov kimi biraz yaşlı futbolçularda bu proses uzun çəkir. Bildin necə? Cavanda bir həftəyə düzəlir, gedir, həm sonra oynayır. Mahmudov özünüz də bilirsiniz ki, meydançada oynayanda sona kimi qaçan, sona kimi işləyən, özünü yəni gücünü qorunmayan futbolçudur. Onun üçün də belə bir şeylər uzanması normal bir şeydir. Samir bəy, danışırsınız, ona görə maraqlı suallar çıxır. Sizin özünüzü, futbolçu vaxtınızı indiki Neftçi ilə müqayisə eləmək istəyirəm. Yəni bizim gözümüzün qabağında olub futbolçu vaxt dönəmləriniz görmüşük uzun müddət. Demək olar ki, sizin şəxsən özünüzdə olan o əzm, döyüş şənliyi, savaşqanlıq bugün Neftçidə yoxdur.
komanda tez təslim olur. Məsələn, siz özünüz futbolçu olanda böyük hesabla məğlub olduğunuz oyunlarda belə sona qədər savaşırdınız. Deməzdim məğlub, təslim oldu komanda. Deməzdim, sadəcə yenə də deyirəm. Bu gol biraz bizi üzdü. Amma biz çalışırıq bunlardan, yəni oyunun ən pozitiv hissələrini özümüz üçün xeyir olaraq çıxardaq. Vuruşmaqdırsa, bu da vaxtla gələcək. Bəzi futbolçular anlayacaqlar, bəzi futbolçular o məşqçisinin ruhunu özlərinə götürəcəklər. Yəni, bu günləri hökmən mən belə idim deyən bütün futbolçular da belə bir şeylə, əgər kiminsə içində yoxdursa, bunu da dəyişmək çox çətindir. Yəni, bu bizdə yoxdur demirəm, ümumiyyətlə deyirəm, başa düşürsə. Rüstəm ayrı insandır, ayrı xarakterli insandır, mən ayrı xarakterli insanam. Yəni, bunları futbolçular aşılamağa çalışırıq və inanıram ki, tezliklə bu da düzələcək. Amma açığı mən burada problem görmürəm. Niyə bu sual hardan yarandı? Niyə biz, yəni, son vaxtlar illaki da harda biz dişsiz, harda biz təslim olduq. Elə bu situasiya zirədə baş vermədimi 95-ci dəqiqədə? Necə biz komandaya deyə bilərik ki, biz təslim olduq? Necə biz deyə bilərik ki, xaraktersə? Bilirsiniz necədir? İl boyu, ay boyu, gedişatda illaki təzə komandalarda Gəncə kimi oyunlar da olur. Yəni, həmən gün sənin günün olmur. Bu nə ilə bağlıdırsa, bunları da deyə bilmərəm. Deyə bilmərəm deyəndə bunu araşdırmamışam, bunu bilmirəm. Olur, biraz düşdüyün vaxt, illaki də olur, bəzi oyunlarda 1-2 oyuncu düşür, bəzi oyunlarda ümumi komanda düşür. Pis oyunlar da olur. Yəni, buna görə, bir oyuna görə, yəni keçən dəfə Gəncərlə oyununda baş verənlərə görə ümumi bir fikir formalaşıbsa sizdə, yəni mən fikirləşirəm ki, məndə şəxsən belə fikir yoxdur. Fikirləşirəm ki, komanda axıra kimi də döyüşür. Yaxşıdır xarakterlə. Bugün görürdünüz, hər bir mübarizədə referi illaki də ştraf verdiyi mübarizədə uşaqlar yerindən necə, bu xarakter olmayan komanda bunu necə eləyə bilər? Yəni, mən fikirləşirəm ki, siz verdiyiniz suallar, mən pres konferensiyalara da baxıram, digər pres konferensiyalara. Siz verdiyiniz suallar tək elə bir ki, Neftçiyə verilən suallardır, çox maraqlıdır. Yəni, həddindən artıq maraqlıdır. Yəni, bu günləri bir elədiysə 94-cü dəqiqədə deməli bizim xarakterimiz yoxdur. Əsla belə deyil. Yaxşı da xarakterimiz var. Bundan da daha yaxşı olacaq, inşallah. Üzrəsilə mən qeyd elədim, siz maraqlı diskusiya politikasıdır. Üstəlik, Neftçi digərlərə deyil, yəni Neftçidən gözləndilər, həddindən yuxarı. Yəni, reallığı da qəbul edin ki, yəni 5 xallı komandanı gəlib götürmüşük, başa düşürsünüz. Və heç kim qarant verməyib və mən də qarant. Və anlayan insanlar da onu başa düşür ki, yəni bunu həmən gətirib, sən birinci, ikinci yerə komandanı 15-20 xallı fərqinə gətirib çıxarda bilmərsən. Bu cür oyunlar, yenə də deyirəm, əgər sən bu vaxta kimi digər komandalara 2-3-0 uduzurdunsa, yəni bu günləri gedib udursan, mübarizə aparırsan, yaxşı oyun görsədirsən, bu da bizim bir pozitiv tərəf var. Bu günləri, niyə biz bu günləri zamenlərdən deməyək ki, pis tərəfləri deyiriksə, bu günləri Sambo girdi, qol vurdu. Yəni, bu da bizim yaxşı tərəflərimizdir, başa düşürsünüz. Əgər bunu siz qəbul eləmək istəmirsinizsə, illaki də Neftçinin ətrafında çox danışırıq, illaki Neftçinin ətrafında negativ axtarmağa çalışırsınızsa, bunun sonu yoxdur, başa düşürsünüz. Mən bunu izahlarım belə, ümumiyyətlə deyirəm, yəni bunun izahını, bunun apravdaniyasını mən tapa bilməyəcəm, nə vaxtda kimi. Yəni bu günləri komandamla, bax, nədən narazı olur? Nədən narazı olur? Neynədilər ki, bu uşaqlar narazı olsun? Özlərini öldürürdülər. Mən bilirəm, axır, yəni bizi üçün həddindən artıq oturulmuş komanda üçün illa ki, bu cür vəziyyətdə yenə də təkrar edirəm, başımızı ağrıtmayıb. Bu komandanın da oyun üslubudur. Bu biz üçün biraz çətinlik yaradır. Bunu daha gelişdirmək üçün, daha yaxşı elətdirmək üçün daha çoxlu kreativ futbolçulara ehtiyacımız var. Birə-bir olsun, ürəkli olsun. Yəni, bu oyun üslub bunlar üçün artıq normal bir vəziyyət kimi görsənsin. Başa düşürsünüz? Yəni, bunlar da inşallah, yenə deyirəm, bu indiki mövzu deyil axı bunu eləyək. Bu Savreminin gələcəklə hamısı düzələcək. Biz zaten burada düzəlmək üçün. Sağ ol. Sən həmişə axıra sağ ol. Samir bəy, ötən tur bəzi azarkeşlər Neftçini Kəpəzə qəsdən uduzmaqda ittiham elədilər.
Bundan bağlı münasibətiniz necədir? Mən nədən danışım? Nə deyim qardaş? Nədən danışım qardaş? Keçən dəfə Ceyhun Rızayev bir Quran söz oxuyur, sonra qardaş eyni sualı verir. İndi mən bir Quran söz oxudum sizə, dedim belədir. Yəni bu vaxta kimi niyə başqa kluba sual verilməyib ki, siz gedib qəsdən uduzmursunuz? Bizim günahımız nədir ki, bizə siz belə suallar verirsiniz? Yəni biz necə gedib qəsdən uduza bilərik? Bu sualın siz Allah cavabı nədir? Nədir? Cavabı bilirsiniz nədir? Kameranı söndür, qadınlar çıxsın, mən danışım.